Əslində biz innovasiya deyəndə birinci cavabımız olur ki, yenilik, dəyişmək, yenilənmək, hər şey dəyişmək. Əslində və biz müəllimlərə biraz innovativ olun deyən kimi, mənim əlimdə heç nə yoxdur. Bu qədər maaşa mən heç nə eləyə bilmərəm. Və yaxud da, belə deyək də, çox çətindir, yaralı yerinizdir, vay. Ancaq neynədik? Əslində biz varıq, mən olduğum kimi qaldım. Sadəcə olaraq biraz dəyişərək neynədim? Rəngləndirdim və yaxud da dəyişdim, daha maraqlı elədim, daha cəlb edici elədim, daha belə yanaşmam dəyişdi məsələyə. Gözüm oxşadı, fikrim yayındı və yaxud da daha diqqətim bir yerə mərkəzləşdi və bunu elədim. Ancaq ikinci həmləmdə neynədim? Ay, mənə innovativ ol deyiblər. Nəyi bilirəm, hamısını ortaya qoymalıyam. Və başladım birini başıma, birini çiynimə, birini belimə, hər şeyi ortaya qoydum və dedim ki, mən axı bu qədər müasir müəlliməm, mən hər şeydən istifadə edirəm və mən mükəmmələm. Bəli, burada biz bir az, belə deyək də, düşünməliyik. Neyniyək, necə eləyək və nə qədər eləyək? Bəzi son vaxtlar belə bir dərslərlə rastlaşıram. Nədir dərslərdə rastlaşdığım? Bayaqlar İzar xanımla da bu ilə bağlı bir balaca bir danışdıq. Bəzi dərslərdə görürük ki, bizim standartlarımız var da, biz bilirik ki, bizim həqiqətən məktəbəqədər təhsil proqramı mükəmməl olmasa belə, həqiqətən bir uşağın inkişafını təmin eləyəcək, yəni onun həm sosial bacarıqlarını, həm estetik bacarıqlarını, həm belə deyək də, onun idraki bacarıqlarını, tədqiqatçılığını, ətraf alimlə tanışlığını, nitqini və sadə riyazi bacarıqlarını, onun təhlükəsizliyini, bu ilə bağlı bütün məsələləri özündə əks etdirib. 6 yaşa qədər uşağın sonda məktəbə gedərkən əldə etməli olduğu bütün inkişaf prosesini, belə bacarıqları, biliyi, bacarığı, vərdişləri özündə göstərib. Ola bilər orada müəyyən səhvlər var, orada dəyişikliklər etmək lazımdır. Bu bütün olunan işlərdə mümkün olan məsələlər. Ancaq biz bunu nə qədər doğru istifadə edirik? Bu var, biz bunu bayaq göstərdiyim kimi ya həddindən artıq aşmış formada eləyirik, ya da ümumiyyətlə eləməyə ərinirik, eləmirik. Baxaq görək, biz bir məşğələdə bu qədər standarta innovativ yanaşıb və yaxud da istifadə edədiyimiz standartları mükəmməl səviyyədə ortaya qoyuruqmu və ondan lazımi qədər istifadə edərikmi və yaxud da bir məşğələ müddətində maksimum ondan istifadə eləyə bilirikmi və yaxud da onu tam tələblərini reallaşdıra bilirikmi? Bəzi, bayaqki məsələyə qayıtıram, bəzi son vaxtlar belə bir məşğələlər görürəm. Görürəm ki, əslində biz inteqrasiya deyə götürdüyümüz 5-6 dənə standartı və orada 10 dənə də ola bilər. Yəni biz iş görürük, məşğələ boyunda hər şey ola bilər. Bir parça, belə deyək də, bir hissə reallaşdırırıq da, onun müəyyən hissəsini reallaşdırırıq da. Biz görürük ki, məşğələnin üst hissəsində, yəni bizə qoyulan tələb hissəsindəki biz bugünkü məşğələdə, yenə deyirəm, bu başqa bir Montessori və yaxud da başqa bir yanaşma, Reggio Emilia olsun, orada addım olsun, bir çox fərqli metodikalardan istifadə eləyərkən bu fərqli ola bilər. Məsələn, biz hardasa bir 10 il əvvəl K-First deyə bir proqram, İsrail proqramı idi, işləmişdik. Biz orada bir həftəlik yazırdıq, 15-20 dənə standartı başından götürürdük, heç bir inteqrasiya götürmədən fəaliyyəti təmin eləyirdik. Mən bir həftəlik işimin qismən də olsa reallaşmasını görürəm. Ancaq biz hal-hazır ki, bizim məşğələ keçmə, bizim metodumuz fərqlidir, bilirsiniz də. Və bizim cəmi maksimum 30 dəqiqə deyəcəksiniz, ancaq 30 dəqiqəmiz yoxdur, 20 dəqiqəmiz var, hətta ən böyük məktəbə hazırlıq qruplarında. 30 dəqiqə dediyimiz saat olaraq 30 dəqiqədir. Onun 10 dəqiqəsi elə uşaqların fəallaşdırılması, onların ümumi diqqətlərinin cəlb olunması, müəyyən fəallaşdırıcı prosesin təmin edilməsi kimi məsələlərə gedir. Yəni 20 dəqiqə bizim hansısa bacarıqların formalaşdırılmasına yönəllik olur. Və biz bu 20 dəqiqənin içərisində sizcə
neçə məqsəd reallaşdıra bilərik? Yəni bir standart götürə bilərikmi, yoxsa bir neçə fərqli inkişaf sahələrindən standart götürə bilərikmi? Hə, innovasiya deyərkən çox da mənim bayaq göstərdiyim kimi 5-6 dənə kəlağayını bir gündə taxıb, gedim onu hamına göstərim ki, məndə kəlağayı var deyərkən, nə siz gözəl olmursunuz, nə də sizin göstərmək istədiyiniz nəticəni əldə eləmirsiniz. Çünki eləmək istədiyimiz qarşımızdakı, yəni bizim eləmək istədiyimiz iş var və qarşımızda oturan yaş var. Uşağı demirəm də, yəni bir yaş limitimiz var. Ki o 3 yaşı ola bilər, onun 4 yaşı var, onun 5 yaşı var. Maksimum 7 dəqiqə diqqətini mənə cəmləyə bilən biri var qarşımda. Maksimum deyirəm, 7 dəqiqə hələ mənim yəni belə şişirdib dediyim rəqəmdir. Çünki hər 3-4 dəqiqədən bir müəllim fəaliyyətin formasını dəyişməsə, heç o 7 dəqiqəndə baxmayacaq uşaq ona. Biz bunu, yəni biz bunu illərdir görürük. Yəqin ki, bağça müəllimləri məni təsdiqləyər. Hələ də ki, bir də parta arxasında otuzdururuq, onları belə tərpənmə deyə. Ay, uşağın xəyallarındakını bir oxumaq istəyərdim. Ay, filan yerdə oyuncağım qaldı, filan yerdə filan oyunu oynayırdım, orada anam nə bilim nəsə elədi, ya müəllimə, uşaq mənim əlimdən oyuncağı aldı, kiməsə verdi. Bütün həyatındakı o həmin yaxın dairədə olan xəyallarının hamısını beynindən keçirir, bir dənə sizin dediyinizi eşitmir və yaxud da sizin ondan eləmək istədiyinizi eşitmir. Ona görə mən bugün innovasiya deyərkən, daha integrativ yanaşma deyərkən, müəllimlərdən bir balaca mesaj vermək üçün bura çıxmışam. Biz qarşımızdakı uşağın diqqətinin və beyninin qəbul etməsinin limitli olduğunu, belə deyək, limitli deyil, uzun belə deyək də, yəni çox şey yerləşdirmək olur. Ancaq həmin an üçün olan limiti nəzərə almalıyıq. Onun tez-tez dəyişən, rəngarəng fəaliyyətlər istədiyini başa düşərək, çox da abartmadan, düzgün formada onlara ötürməli olduğumuz məsələlər var. Və hər dəfə səhnəyə çıxarkən və yaxud da digər başqa yerlərdə mənim konkret olaraq bütün bağça müəllimlərinə ötürmək istədiyim bir dənə mesaj var ki, xahiş edirəm, biz bağçada uşağa dərs öyrətmirik, bilik axını vermirik. Biz uşaqları həyata hazırlayırıq, inkişaf etdiririk, həyati bacarıqlar veririk. Əgər bir uşaq çantasının içindəki kitabları tapıb götürə bilmirsə, o zamok deyirlər də, onu açıb bağlaya bilmirsə, tualetə gedib öz tualet bacarıqlarını yerinə yetirə bilmirsə və yaxud da yanındakı yoldaşı ilə düzgün ünsiyyət qura bilmirsə, kommunikasiya bacarıqları sıfırdırsa, o uşağa verdiyimiz yazı, oxu bacarıqları lazım deyil. Heç bir formada lazım deyil. Və bugün bağça müəllimləri, bu sizin işiniz deyil. Bu, ibtidai sinif müəllimlərinin işidir. Dekanımız da buradadır, hörmətli dekanımız. Və proqramı işləyən, belə deyək, məktəbə qədər təhsil proqramını işləyən insanlardan biri də mənəm, universitet üçün. Bizim proqramımızda, nə də sizin keçdiyiniz dövrdə, mən də məktəbə qədəri bitirmişəm, 25 il əvvəl, mənim dövrümdə də bizə hüsn xətt qaydaları keçmirdilər. Öyrətməyiblər, bunu ibtidai sinif müəllimlərinə öyrədirlər. Xahiş eləyirəm hər kəsdən, uşağa həyati bacarıqları verin. Və siz nə qədər çox bu bacarıqlarla işləsəz, o zaman və sizin qrupunuzdan çıxan uşaq həqiqətən gedib məktəbdə bütün davranış bacarıqlarını düzgün sərgiləyə bilsə, o zaman sizə o qızıl medal düşür. Yaxşı yazıb, yaxşı oxuduğu müddətdə yox. Çünki bunu zaten ibtidai sinif müəlliminin işidir. Birinci sinifdə eləyəcəyi iş budur da. Hərf öyrətmək, yazı öyrətmək, oxu bacarıqları ola bilər. İndi deyəcəksiniz ki, birinci sinifdə bir günə 5 dənə hərf keçirlər, nə bilirəm. Birinci sinifdə 5 hərf keçmirlər, 5 hərfi bir gündə yazmağı öyrətmirlər. 5 hərfi artıq zaten oxuya bilən, yəni hərfi tanıyan uşağa oxu bacarıqları verməyə başlayırlar. Yəni siz narahat olmayın ki, siz yazmağı öyrətməsəz, uşaq heç vaxt yazmağı öyrənməyəcək. Çox xahiş edirəm, əgər innovativ müəllim olmaq istəyirsinizsə, həqiqətən məktəbə qədər təhsilin
belə deyək də, bugün məktəbə qədər yaşlı uşaqların inkişafında Azərbaycanın 30 il sonraki, 20 il sonraki mükəmməl vəziyyətini görmək istəyiriksə, bugün yetişdirdiyimiz uşaqlara diqqət eləməliyik. Çünki verdiyimiz hər şey 10-15 ildən sonra qarşımıza çıxacaq. Həkim olaraq, müəllim olaraq, sürücü olaraq və yaxud da xadimə olaraq, yəni heç bir təhsili olmayan bir, məsələn də digər bir sadalı, yəni iş peşə olaraq qarşımıza çıxacaq. Və biz özümüz şikayət eləyəcəyik ki, bu sürücü kobud davrandı, bu müəllim dərs keçmir, bu həkim məni müalicə eləmədi, mənim qohumumu öldürdü. Baxın, biz 6 yaşa qədər kodlaşdırdığımız hər şey sonra bizim qarşımızda olacaq. Çox xahiş edirəm, diqqətli olun. Bizim gələcəyimiz siz bağça müəllimlərinin əlindədir. Sizi inandırım ki, təhsilli uşaqlarımızda, bayaq Ceyhun müəllim dediyi tərbiyəli uşaqlarımızda və burada sizə ötürülən bütün mesajlar elə belə yerdən deyil idi. Bu qədər çəkilən əziyyət hədər gedə bilər əgər biz bağça müəllimləri düzgün işləməsək. Mən düşünürəm ki, siz öz məsuliyyətinizi və bu ölkə üçün nə qədər vacib bir mütəxəssislər olduğunuzu anlayırsınız və düşünürəm ki, biz əl-ələ verib, dəstək, bir-birimizə dəstək olaraq ölkənin gələcəyi üçün çox mükəmməl uşaqlar yetişdirəcək. Təşəkkür edirəm. Sualı olan varsa dinləyərəm.